Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli Python funksiyalar bölməsindən 50-yə qədər gəlmişdik. İndi isə 51-dən baxa bildiyimiz qədər. Qalanını da yenə növbəti dəfə bir dəfə video çəkərəm. 3 dəfəyə bitirmiş olacaq. Deməli, elementlərin natural ədədlərdən ibarət olan ixtiyari A siyahısı üçün Python dilində yazılmış proqramın təyinatı nədir? Biz bura baxsaq, baxın, burada görürsünüz ki, if-də, şərtdə dövrümüz var bu heç, yəni deyir ki, A siyahısı üçün, yəni A-ya birbaşa müraciət edir. Burada isə görürük ki, şərtdə deyir ki, əgər ki, i 2-yə bölünəndə alınan qalaq 0-dan fərqlidirsə, yəni təkdirsə və eyni zamanda i 23-dən böyükdürsə, çünki ənddə həmin vaxtda həmin i'ləri neyinə əlavə et? S siyahısına. Aydındır, yəni tək olan i'lər və eyni zamanda 23-dən böyük olan i'ləri əlavə edəcəyik S siyahısına. Deməli, A siyahımızda da məsəl üçün hər hansısa bir ədədlər var. İndi onların içərisindən hansılar tək olsa, məsəl üçün bir dənə A siyahısı bilməm, 3, 5, 2, tutalım ki 4, nə bilim 8 və s. Burada təklər hansılardır? Olmadı da. Bunu 81-əyik. Burada deməli 3-dür, 5-dir, təkdir. 81-dir, təkdir. Burada 3-lə 5 23-dən böyük deyirlər, amma 81 böyükdür. O zaman sadəcə 81-i neynəmiş oluruq? Əlavə etmiş oluruq. Yəqin ki, artıq aydındır. Yəni siyahının içərisindəki tək olan 23-dən böyük olanlar S siyahısına əlavə edilir. Deməli, A variantı cüt olan getdi, cüt olan getdi. Tək və 23-dən böyük olan ədədləri S siyahısına əlavə edilir. C variantı. Tək və 23-dən böyük ədədləri silir, yox. 23-dən böyük bütün ədədləri S siyahısına əlavə edilir. Bu da xeyr. Keçək 52-ci sualımıza. Deməli, proqramın nəticəsini müəyyən edeyim. Baxaq. D in range 0-dan len B. Len B dediyinə görə, yəni bunun hamısına baxacaq da. Hamısına baxacaq, nə iş görür? Deyir ki, B-də i-ci, yəni məsəl üçün 0-cı, 1-ci, 2, 3, 4, 5 və 6. Deyir, B-də i-ci bərabər deməyən max B-yə. Max B-yə görürsünüz ki, içəridəki ən böyük ədəd 10-dur. Onu özünə mənimsətdi. Bərabərdir nədir? Bərabərdir nədir? Bərabərdirmi? Sual verir. Səhv dedim, üzr istəyirəm. Deməli, B-də i-ci 0-cı 10 B siyahısının maksimum elementinə bərabərdir. Bəli, 10 ona bərabərdir. Bəli, düzdür. O zaman düşdük bura. B-də i-cini bərabər elədik nəyə? Minimum B. Yəni, əgər ədəd içəridəki ən böyük ədəddirsə, siyahıdakı, o zaman həmin ədədi içəridəki ən kiçik ədədə bərabər edəcək. İndi 10 içəridə ən böyük ədəd olduğuna görə onu silirik biz, nəticəyə bərabər edəcək, 3-ə bərabər edəcək. Çünki içəridəki ən kiçik ədəd 3. Deməli, bu olur 3. Sonra 4 ilə bir işimiz yoxdur. 4 hələ ki ən böyük ədədimiz deyil. 10 ən böyükdür, ən kiçiyə bərabər edirik. Ondan sonra gəldik. Deməli, bu 10-u da biz bərabər edirik 3-ə. Gəlik bura 6-ya. 6-ya gələndə bu 6 artıq içəridəki ən böyük ədəddir. Bu 6-ya mən çatanda. Hal-hazırda bu siyahıda bu 6 ən böyükdür. Ona görə bu 6-nı da mən 3-ə bərabər edirəm. Vəssalam. Deməli, bizim təzə siyahımız oldu bu formada. 3, 4, 3, 6, 3, 3 və 3. Bu şəkildə yazırıq. Bu da cavablardan hansındadır? D variantında. Deməli, 53-cü sualımız. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nə iş görür burada? 1-dən 5-ə qədər, yəni 5 ilə bizim işimiz yoxdur. 1, 2, 3, bu da 4. Söhbət bu aralıqdan gedir. Sonuncu ilə işimiz yoxdur. Hesaba bir dənə baxaq biz. Bir dəqiqə, hesabdan qabaq burada printdə bizdə nə var? A1-ci və A4-cünün cəmini istəyir, düzdürmü? Onda biz sadəcə olaraq bura və buranı diqqətdə saxlayaq, 1-ci və 4-cünü. Görək bizdə hesab nə iş görür.
Deyək ki, A-da i'ninci bərabər olsun. Yəni ki, A-da birinci, bu 2-nin yerinə nəsə bu əməliyyatın cavabı nədirsə onu yazacağıq. Deyək ki, deməli i vurulsun. I bizdə neçədir? 1. 1 vurulsun. 1 plus 1 yəni 2-yə. Bu bizə verir 2. Təzədən bunu da bölürük. A-da birinciyə. A-da birincinin qiyməti neçədir? 2. 2-ni 2-yə bölündə bu bizə verdi 1. Aydındır. Yəni buradan bizə çıxdı 1. 1 deyəndə daha doğrusu 1, 0. Deməli, həqiqət verməlidir. Ondan sonra dördüncüdə nə istəyir? Deyir ki, 4 vurulsun, i'ni istəyir. 4 vurulsun. 4 plus 1, yəni 5-ə. Bu bizə verdi 20. 20 bölünsün. A-da i'ninci, yəni 10-a. 20-ni də böldünüz 10-a. Sizə verdi 2.0. Yəni buradan da sizə çıxdı 2.0. Bunları da toplayanda təbii ki, bizə 3.0 verəcək. Cavabımız nə edir? D variantı. Keçək növbəti sualımıza. Deməli, klaviaturanın 6 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 6-nı daxil elədik. Əla, baxaq görək funksiyamız bizdə nə iş görür. 6-nı gətirib x-in yerinə yazsaz. Deyir ki, i, yəni 1 kiçik bərabərdirmi 6-dan burada şərtdə? O zaman s-i vur i-yə. S bizdə 1 deyib, 1 vurulsun 1. Sonra i-ni bir vayda artıracaq. Vurulsun 2, vurulsun 3 və s. gələcək. Ən axırda da vuracaq 6-ya. Bu da 2-6 faktorial tapır da. O da neçə edəcək? 720 C variantı. Deməli, nəticəni tapaq. Hər dəfə şərti oxumaq istəmirəm də, nəsə eyni şeylərdir. Fərqli bir şey olanda baxarıq. Deməli, nə istəyir? i-in A sətrinə birbaşa müraciət edir. Yəni, hər bir elementi dənə-dənə götürəcəyik. Ondan sonra deyir, C.find. C.find i. Yəni, sən A-dan götürdüyün, məsəl üçün, E hərfini C sətrində axtarasın. Əgər sənə -1 qaytarsa, yəni orada olmasa, o zaman həmin orada olmayan elementləri S sətrində cəmləyəcək. İndi burada olan elementlər görür ki, A-dır, T-dır, bir deyil. O zaman biz A-nı, T-ni, bir də E-ni qarayaq. Yəni bunları götürməyəcək də. Bunlar var axı. Var olduqlarına görə bizə -1 qaytarmayacaqlar. Yerdə nə qaldı? LK Ronik. A yox, Ronik belə. LK Ronik. B variant. 56. Deməli, burada nə iş görür? Deməli, lista bunun hər birini dənə-dənə yığdı siyahıya. Əla. Ondan sonra in range 0-dan len a-ya. Yəni, len a nə deməkdir? Saydı, sayını qoydu hesabına. İndi mən 10 yazdım. 10'du mu? 5, 9. 9 qoydusa bura hamısına baxacaqdır. Yəni 0-dan 8-ə, 8-cidir, hamısına baxa-baxa gedir. Hə, o zaman nə edirik? A-da i'ninci əgər 5-ə bərabərdirsə, o zaman onu 0-a bərabərdir. Yəni bütün 5-ləri 0-a yeyəcək. Əks halda 0-ları 5 edəcək. 0-a bərabərdirsə element onu 5-ə çevir. Bu da olmasa əgər, o zaman boşluqla da, yəni heç nə ilə, boşluqda deyil, yəni dırnaq açılıb və bağlanıb, heç nə ilə silirik sanki. Deməli, 5-lər 0-dan əvəzlənir. Gəlin buradan səliqəli yazaq, aydın olsun. Belə də AB 0,5, 1B və 0. Deməli, 5-lər 0-dan əvəzlənir. 0-lar 5-lə əvəzlənir. 0-lar da 5-lə. Məsələn, qalan nə də qalırsa, dedik, onu eləyirik, silirik, sanki yox edirik. Məsələn, bunlar da silinir. Deməli, 0,55, 0,5. Bu da A variantı. Deməli, 57-ci sualımız. Bizim siyahımız var. Nə iş görür? i bizdə 0-dır. 0 kiçikdirmi? Len A-dan, yəni sayından. O zaman A-da i'ninci 8-dən böyükdürsə, K neynəsin? Onları saysın. Məsələn, i də hər dəfə bir vayda artmalıdır ki, dövrü idarə edə bilsin. Bizdən K-nı çap eləmək istəyir, print K. Yəni, içəridə 8-dən böyük elementlərin sayı. 10'dur, 9'dur,
11'dir, bir də 15. 4 dənə element var. K-mız da əvvəldə 0-dır, diqqət edirik. Vəssam, K plus 1 bizə verəcək 4B variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Deməli, bizim hesabımız nə iş görür? Əvvəlcə n bərabər təyin edək. Baxın, yazıbdır 3 vurulsun minimum qiymətinə, siyahının minimum qiyməti. Bizdə neçədir? 2. 3 vurulsun 2 plus. 2 vurulsun maksimum qiymətinə. Maksimum qiyməti bizdə neçədir? 190, o da 380-ə gedəcək. Düzdür, birbaşa yazaq da. Bu deməli 6 elədi. 6 plus 380. Bu da bərabərdir 386. Aydındır, bu m-in qiymətini biz tapdıq 386. İndi düşək görək burada nə iş görürük? Ona böl qalığı götür, ona böl tam hissəni götür və həmin qalığı 2-yə vur, s-də cəmlə. S-də başda 0. Yəni ədədi gördüyünüz kimi rəqəmlərinə parçalayacaq da bu. Buradan ona bölür, qalığı götürür. Sonra tam hissə 38 qalır. Bu dəfə gələcək 38-i böləcək, ondan qalığı götürəcək, yəni 8-i. Sonra 3 tam qalacaq. Sonra gələcək 3 də hələ ki 0-dan böyükdür. Bu dəfə də 3-ü götürəcək. Şərtlərə falan da diqqət edirsiniz. Yəni 3 də 0-dan böyükdür, düşəcək 3 də ona bölüb 3-ü götürəcək. Yəni ədədin bütün rəqəmlərini götürür. Bütün rəqəmlərini götürür və nə edir? 2-yə vurur, s-də cəmləyir. 2-yə vurur, s-də cəmləyir. Yəni 6 dəfə 2 12 plus 8 dəfə 2 16 plus 3 dəfə də 2, bu da 6. Bu da sizə neçə verir? Deməli 34. 34 ədəd düzdürmü? 34. C variantı. Klaviaturadan ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, ədədi biz daxil edəcək buradan. Baxaq görək nə iş görür. M bərabərdə STR-in sətrə çevirdi. K bərabərdə L-in saydı. Say neçədir? 8. 8 3-dən böyük kimi deyirik, bəli. O zaman deməli, else düşməyəcəyik. Demək nə iş görür burada? N bərabər olsun deyir. N 1-dən 4-ə. 1-dən 4-ə. 1-dən 4-ə, yəni ki 4-ə dəyməkdə 0, 1, 2, 3, 4. Yəni ki 1-dən 4-ə 789 çıxartdı. 789 qaldı burada. Deyər ki int n, yəni bu sətirdədir də, ədəd formada 350-dən böyükdürmü? Bəli, böyükdür. Böyükdür, o zaman bu else baxırıq. N bərabərdir 1-dən 3-ə. Bu da sizin təzə n-niz budur ha. Bunun içərisində baxırsınız. 0, 1, 2. 1-dən 3-ə nə deməkdir? 89. Yəni 1-dən başlayıram. 3 onsuz da burada yoxdur. 1 və 2-ni də götürəcəm. Bu da cavabımız D variantı edir. Deməli, burada nə iş görür bu? A-da birinci, baxın, 0-cı, birinci, ikinci, bu da üçüncü. Birinci üstü qüvvətində 0.5. Bu kök altdadır. Bundan da belə deyək də, təxmini neçə çıxır oradan? Təxmini neçə çıxır? Deməli, 16, hədə 16 çıxır da, 16-nın 16 yığanda 256 edir. 16 tam neçəsə, yoxsa 17-ni də 17-yə vuranda. 17 tam neçəsə edir. Nəysə, orası mənə maraqlı deyil. Deməli, 17 tam neçəsə gedir, kiçikdimi? Gəldik bura. Int A-da ikinci, yəni bu 100. Üstü 3-də 1. 3-cü dərəcədən kök alanda. Oradan da deməli bizə neçə çıxacaq? Deməli çıxacaq hardasa 4 də, 5 dəfə 125 edir. Hədə 4 tam neçəsə yazıyor. 4 tam bu da neçəsə edir. Nəysə, indi bizə bunların tam hissələri lazımdır. Deməli 17 kiçikdir 4-dən. Çünki qarşılarında int var. Deyirik təbii ki yox. Yox dediyimizə görə düşürük else. Else düşəndə deyək ki A-da birinci bərabər olsun. Int A-da üçüncü, yəni 50 üstü 0.5. Yəni 50-dən bu dəfə kök alırıq və tam hissəsini götürəcək. 50-dən də kök alanda deməli 7 dəfə 49, hədə 7 tam neçəsə edir. O da tam hissəni siz götürürsünüz, 7-ni götürəsiniz. Cavabınız eləcək nə? B variantı.
A1-i deyir çapı. Deməli. SS3 veribdi bizə. Baxaq görək 3 ilə nə edirik. Bir dənə də S bərabərdir. Siyahımız var. İçərisində sadəcə bir rəqəmi qeyd olunub. Deyir ki, len S, yəni S-i sayanda içəridə onsuz da bir dənə rəqəm var. 1. 1 5-dən kiçikdir. Bəli. O zaman S-i əlavə elə. Bu əməliyyatı görək bura nə iş görür. Deməli, D bizdə dəyişmir, onsuz da həmişə 3-dür. Yəni bu hissəyə baxaq. Len S bizdə 1-dir. 1-dən 1 çıxanda 0. Deməli, S-də 0-cı üstünə gəlsin D. S-də də 0-cı ilə 1-dir. 1-in də üstünə D-ni yəni 3 gələndə 4. 4-ə əlavə eləyəcək, düzdürmü? Ay, sağ ol. İndi növbəti dəfə deməli len S bizə 2 verəcək. 2-dən 1 çıxanda bura 1 verir. S-də 1-cinin üstünə D-ni gələcək. S-də 1-ci 4 olacaq. Nəsə də aydın oldu. Deməli, hər dəfə sonuncu elementin üstünə 3 gələcək və bunu 5 dəfə eləyəcək. Deməli, bu dəfə də 3 gələndə 7 eləyəcək. Növbəti dəfə 3 gələndə 10 eləyəcək. Bir dəfə də üstünə 3 gəlsən, bu da 13 eləyəcək. Deməli, 1, 4, 7, 10 və 13. A variantı. Siz də sualları yazında çalışın. Bir anlıq da olsa dayanıb bir dəfə baxasınız. Düzdür, mən videonun xətrinə çox da dayanmaq istəmirəm, amma siz yazında dayanın baxın ki, suala çox vaxtınız getməsin yəni. Baxıb görürsünüz ki, nə iş görür. Ondan sonra daha sürətli gedə bilərsiniz də. Yəni bundan da sürətli gedə bilərsiniz. İndi video xətrinə alınmır. Deməli, burada baxaq görək bizdə deməli nə iş görəcək. F funksiyamız. Deməli, proqramı biz buradan ayıraq. S bizdə boş siyahıdır. I bir müraciət siyahıya. Məsəl üçün 11-i götürdü. Əla. 11-i götürdü, deyir ki, 11-i ona böl qalğa götür, ona böl tam hissə götür. Bu nə deməkdir? Yəni birinci və sonuncu rəqəmini götürəcək. Yəni 3-də diqqətli oluruq. 3 ona böləndə 3 verəcək. Sonra bölüb tam hissə götürəndə bura bizi 0 verəcək. Aydındır. Və bunların cəmi. Gəlin hər birinin üstündən yazaq. Bu mənə 2 verəcək. Bu mənə 3 verəcək. Bu mənə 4 verir. Bu da mənə 5 verir. Yəni F məsəl üçün 2-ni gedib axtaracaq. Gəlib buradan funksiyadan F2-nin cavabını alıb əlavə eləyəcək hara? S siyahısına. S nöqtə S siyahısına. S siyahısına yığacaq. Biz indi biz də onu yığarıq. Sonra da nə deyir? Max S. Ən böyüyünü götürəcək. Vəssalam. İndi burada da gəlirik görək funksiya bizdə nə iş görür. Funksiya qalxanda görürəm ki, deməli, cütsə əgər üstünə 1 gəl, əks halda təkdirsə də 2-yə vur, əlavə elə. O zaman baxaq. Deməli, cütlər 2-nin üstünə 1 gəldik, 3 əlavə elədik. 3-ünü 2-yə vurduq, çünki təkdir. 6 əlavə elədik. 4-ün üstünə 1 gəldik, 5 əlavə elədik. 5 təkdir 2-yə vurduq, 10 əlavə elədik. Məsələn, S siyahımız budur. Sonra S siyahısının maksimum elementini istəyir bizdən. Max-dakı bu da 10-dur. Cavabımız C variantı olmuş olur. 63. 63-də nə istəyir? Deməli, len A-nın sayını sadə n-ə mənimsətdi. 7 eləyibdir bu. Düzdürmü? 7 minus 1-ə kimi deyirəm. Yəni sonuncu ilə işimiz yoxdur. Nə iş görürsə. Sonuncu ilə işimiz yoxdur. Niyə işimiz yoxdur? Çünki bir dənə elementi özündən sonraki ilə müqayisə edir. Yəni 9 onsuz da -4 ilə müqayisə edəcək. -4-dən sonra müqayisə edəcəyi nəsə yoxdur. Ona görə yox. İşimiz yoxdur sonuncu ilə. Əla, müqayisə edir. Deməli deyir ki, əgər ədəd özü element özündən sonrakından böyükdürsə, onun indeksini çap edir. İndeksini. Biz bir dənə sürətli şəkildə baxaq. 1 3-dən böyük deyil, 3 -3-dən böyükdür, -4-dən böyük deyil, 4 0-dan böyükdür, 0 -9-dan böyükdür, digərləri də keçsin. Bunların indeksini istəyir bizdən 0, 1, 2, 3 və 4. İndeksləri 1, 3 və 4. Cavabımız olur A variantı. Deməli, nəticəni müəyyən edək. Nə iş görür bu?
Baxın, A nöqtə sort nə edəcək? Bunu təbii ki, artan sıra ilə düzürük. 0, 1, 2, 3, 6 və 9. Ondan sonra nə edir? For i range 1-dən n-1-ə. N bizdə 6-dır, 6 minus 1, 5. Düzdürmü? 1, 2, 3, bu da 4. Bizə bunlar lazım, bu indeksdəkilər yəni. İndeksdəkilər lazımdır. Bir dənə baxım görüm nə edir, sürətli şəkildə gedə bilərikmi? Deyək ki, A-ya, həmin bu yuxarıdakı A siyahısına. A nöqtə insert əlavə edəcəyik. Hansı indeksinə? I plus 1 indeksinə. I 1-dir, 1-in üstünə 1 gəldin. 2 elə, düzdürmü? İkinci indeksinə 5 əlavə edirik. 5. Yəni ikinci indeksinə 5 əlavə eləmək o deməkdir ki, 0, 1, 2, 3, 6, 9 belə aralı yazın biraz. Baxın 1, 2, 3, 4. İkinci indeksinə 5 əlavə eləmək, yəni ki, onsuz da bura 5 düşür. Bunları sıxışdırır sağa. Bu dəfə 5-in indeksi 2 olacaq. Aydındır? Yəni bura 3 olacaq, bura 4 olacaq, bura 5 olacaq. Çünki bura 0-dır. Belə, yəni ikinci yerə düşürsə artıq 5-in indeksi 2-dir. Bu yerdə qalanlar sürüşdülər sağa. Əla. Bu reverse heç axırda işləyəcək bu. Deməli, hər dəfə ikinci mövqeyə 5 düşdüyünə görə və 4 dəfə düşdüyünə görə 4 dəfə. Y-nin qiymətləri cəmi 4 dəfə dövrümüz işləyir. Hə, deməli 4 dənə 5-i biz əlavə edirik. Onda 0, 1, 5, 5, 5 və 5. 2, 3, 6 və 9-dakı buradadır. Bu öz yerində. Baxın, bura bitdi. Bura bitdi. Ondan sonra da deyir A nöqtə reverse. Bir dəfə də bunu tərsinə düzürük. Beləsinə və son print edib çap edəcək. Deməli 96, 32, yəni də 9, 6, 3, 2, 4 dənə 5 və 1, 0. Əksinə formada götürürük. O da hansıdır? B variantı olmuş olur. Deməli belə, deməli bu nə boydadır? Aha, belə baxaq. Dəqiqə mənə üzürlü sayasız. Aha, deməli davam edək. 65-də nə istəyir? Səsdə yəqin ki bir problem yoxdur. Bir dəqiqə. Səs. Aha, yerində. Hə, deməli n ədədi üçün proqram ekranda nə çap edir? Əla, baxaq. Buradan ayıraq, bir dənə baxaq ki, nə iş görür. Deməli, nəysə, nə iş gördüyünü gördüm, amma baxaq. Deməli, n-i biz daxil edirik. N plus 1, yəni n-ə qədər, 1-dən n-ə qədər. P plus fi. Yəni 1-dən n-ə qədər bu f bizə nə qaytaracaqsa, onu p-də cəmləyir. İndi qalxaq funksiyaya görək nə qaytarır. Məsəl üçün, sən bura 3 qoysan, bura 3 qoysan. Gör, bura deyir 1, çift bərabərdir 3-dən. Bəli, o zaman bayaqlar yuxarıdan hansısa sualda baxdıqda. O zaman deməli s vurulsun i-yə. Yəni 1 vurulsun 1-ə. Sonra i olacaq 2 vurulsun 2, vurulsun 3-ə və s. Bu yəni sizə 3 faktorial qaytarır. Qaytarır və p-də də cəmləyir. Məsəl üçün 1 qoysaz 1 faktorial qaytaracaq, 2 qoysaz 2 faktorial qaytaracaq və p-də də onları cəmləyəcək. Yəni n-də qoysaz n faktorial. Deməli 1-dən n-ə qədər n də daxil olmaqla ədədlərin faktorialını sizə qaytarır. Buradakı cavablardan hansıdır? Bir n parçasında olan natural ədədlərin hasilini yox, n ədədin faktorialını yox. Y variantı. Bir n parçasında olan natural ədədlərin faktoriallarının cəmi qaytarmış olur. 66. Deməli, 9 və 8 daxil edilərsə, 9 və 8 daxil edilərsə, nə iş görür bu? 9 buradan gedəcək, f funksiyasına, 8 də g-yə gedəcək. Əla, deməli 9 bura, 8 də ki bura gəlir.
Burada da baxanda görürsüz də, bu da bunlar neçə dəfə işləmiş. Baxın, bu 8-lik say sisteminə keçir. 8-ə böl qalığı götür. STR K həmin qalıq plus S. Yəni tərsinə formulada qalıqlar düzə-düzə gedir. Düzdürsə sonra gərək əksinə də reversiya tərsinə, amma o hadisə baş verməsin deyə tərsinə formula düzə-düzə gedir. Bu 8-lik say sisteminə keçir. 9-u 8-liyə keçirdəndə 1-1 eləyəcək. 8-i də deməli 2-liyə keçirdəndə burada 2-liyə keçir. Gördüyünüz kimi bu da eləcək 1 0 0 0. Bunları əzbər bilməlisiniz. Onu mən göstərməməliyim də. Deməli bu da nə edir? Sonra buradan deməli qayıtdı 1 1. Buradan da qayıtdı deməli 1 3 dənə də 0. Və ən axırda da print edir onların cəmi. Bunlar da sətirdə olduğuna görə bunun üstündə siz 1 3 dənə 0 gələndə sətirdədirlər. Bunlar bir-birinə yapışacaq. Yəni 3 dənə 1, 3 dənə də 0 olacaq. Cavabımız olur nə? A variantı. 67. 67-dən də deyəsən yazmışdıq bir dənəsini. İndi baxaq. Bundan əvvəlki bölmədə idi deyəsən. Deməli, burada 0-dan kiçiklər istəyir, orada deyəsən 0-dan böyüklərdir. Nəysə, mənfiləri axtaracaq, mənfilərin sayını istəyir. Deməli, 0-a çevirən qiymətlər bizdə neçədir? Mənfi 24-dür, düzdürmü? Mənfi 24-dür, bir də ki 14. Ki mənfi 24-dən siz üstünə 24 gəlsiniz, bura 0 eləyəcək. 14-dən də 14 çıxsınız, bura 0 eləyir. 0-da 0-a vuranda 0. 0-da nəyə vursa 0. Əla, indi bunları bir dənə ayıraq. Bura deməli mənfi 30-dur. Burada 19-dur, çünki 20-yi götürmürük də, bildiyimiz kimi axırıncıya dəymir. Deməli, bizdən nə istəyir? Mənfilərin sayını istəyir. Mənfilərin sayını istəyir, yaxşı. Buradan bir qiymət götürüb qoysaq. Deməli 10 götürüb qoysam, 10 üstünə 24 gəldiniz, müsbət 10-dan 14 çıxdınız, mənfi, mənfi, müsbətə vurdunuz, mənfi. Deməli, mənfi bizə bura verir. Bunlar olacaq müsbət. İstəsəniz qiymət qoyub yoxlaya bilərsiniz. Bunlar isə sıfıra çevrilənlər idi, sıfıra çevrilənlər. O zaman deməli 13-dür burada, mənfi eləyən. Çünki 14 sıfıra çevirir, bizə mənfi lazımdır. 13-dür. Burada da ki, mənfi 23-dür. Aydındır. Deməli 0-dan 13-ə burada neçə dənə ədədimiz var? Bizim 14 dənə, mənfi 1-dən də 23-ə 23 dənə də buradadır. Yəni say olaraq da bizə mənfi verənlərin sayı istəyir. 23-ün üstünə 14 gələndə 30, 37. Cavabımız olur nə? A variantı. Keçək 68-ə. Səhv eləmirəmsə 2024-ün qəbul blok sualıdır, səhv eləmirəmsə. Rəqəmlər bəlkə fərqli ola bilər, amma görən kimi o yadıma düşdü. Deməli, 1-dən 6-ya, yəni 5-də, 5 sonuncu 5-də 6 ilə işimiz yoxdur. Nə iş görür? Deyək ki, A-da 10 çıxılsın 1, yəni 9-uncu. Yəni bir dənə üstün yazaq. 8, bu da 9-uncu. Deməli, bərabər olsun nəyə? 10 minus 1, yəni 9 vurulsun. Deməli, 1 minus 10 mənfi 9. Bu da mənfi 80 verir. Ümumiyyətlə, bütün hamısı mənfi verəcək sizə. Məsəl üçün, növbət dəfə gələsiniz 2 aldınız, 10 minus 2, 8-dir. 2-dən 10 çıxdınız, mənfi 8. Bu da sizə mənfi 64 verəcək. Bu öz yerində. Yəni, bunu indidən görün ki, hər dəfə yazmayın. İndi bu deməli, hamısı bizə mənfi verir bu öz yerində. Nə baş verdi? Bunu biz mənfi 81 elədik, düzdür? Çünki 9 vurduq, mənfi 9-u, mənfi 81 deyir ki, 9-cu elementi bərabər edir mənfi 81. Və mənfi 81-ə bərabər eləyəndən sonra revers edirik, siyahının tərsinə düşür. Yəni, mənfi 81 gəlir bura, aydındır, bu tərəfdə olacaq. Bu dəfə, deməli, siz 8-ci elementi edirsiniz neçə? Mənfi 64. 8-8-ə vurdunuz, mənfi 64. Bu dəfə də yenə revers edirsiniz. Deməli, uzun sözün qısası. Sonra deməli, burada olacaq mənfi 49. Ondan sonra mənfi 36 və mənfi 25. Çünki axırıncı buradan yeni qiyməti 5-dir. Biz bir dənə baxaq ki, və qiymətlər də bir-birindən qiymət olacaq, 0 olacaq. Qiymət olacaq, 0 olacaq. Bu şəkildə düzüləcək. Çünki hər dəfə revers edir. Qoymur bir-birinin yanına düşməyə. Mənfi 81 aldı.
Ötürür bu başa 64'ü bura qoyur. Bu dəfə reversə edəcək. Gələcək -81 burada dayanacaq. Bura bir qiymət verəcək. Yəni deməli 49 verəcəkdi, -49. Bir-birinin aralarında məsafə olacaq. Biz bir dənə 81-in hansı tərəfdə olduğuna baxırıq, bəs cavabı tapacağıq. Deməli 81 birinci dəfə sağda alır. 1, 2, 3, 4, yox, heç yox, səhv dedim. 81 reversdən sonra. Reversdən sonra 81 deməli burada birinci dəfə revers edəndən sonra 81 gəlir sol tərəfə, sonra 2, 3, 4, bu da 5. Belə. Deməli, ən axırıncı dəfə 5-ci dəfə revers edəndə düşəcək 81 bura. Və yaxud da ki, təklə başlayıb, təklə qutarır. Bilə bilərsiniz ki, başlayanda haradaydısa, sonda da orada olacaq. Ondan da aydın eləmək olur. Deməli, cavablardan görürsünüz, B ilə C idi, -81. Burada da ki, -81, -16, ümumiyyətlə -16, -9, 4 və yaxud da -1 cavabları yox idi. Həmçində ardıcıl formada da düzülməmişdilər. Yəni, bir qiymət 0, qiymət 0 olmalıdır. Cavab olacaq nə? B variantı. 69. Ümid edirəm aydın oldu. Biraz hiss elədim, nəsə uzun çəkdi, amma yəni elə çətin bir sual deyil. Deməli, nə iş görür? Gəlin hər birinin qarşısında yazaq. N.count E. E-lərin sayına bir dənə baxaq. 1, 2. 2 qoşu nöqtə. Len N. Ümumi say. Deməli, 5, bu da 4, 9. Əla. Bir baxaq ki, buradan bizə nə çıxır? 0, 1, 2, 3, 4, 5, 6, 7, bu da 8. 2-dən 9-a. Venture buradan. Bu getdi. Ondan sonra düşdük T-yə. Deyir ki, D-də D.point E. E simvolunun indeksi. E simvolunun indeksi 0, 1. Sizə 1 qaytarır. Yəni 1 qoşu nöqtə heç nə. Yəni sona qədər də gedəcək. 1-dən axıra qədər. 1-dən axıra qədər D-də deyil. Yəni D-yə bizim Entore qalır buradan da deməli. Entore. Düşdük bura. S bərabər D plus T. Bunu buradan yazaq. Deməli Entore plus Entore olacaq. Bunlar da yəni birləşir də sətirdə birləşir. Birləşəndən sonra deməli S.count n-lərin sayı. N-lərin sayı 1, bu da 2. 2 demə, o zaman deməli 2 vurulsun len S. Len S də bu da neçədir? 7, bu da 6. Bu da sizə verdi 13. 13 vurulsun 2. Bu da 26, D variantı. Keçək növbəti sualımıza. Bu nədir? Bundan öncə birini işlədik də. Deməli, yenə hamısına baxır. B-də ininci bərabərdir maksa. Bəli, 8-dir. İçəridədən böyük elə 8-dir. O zaman onu ən kiçiyə bərabər elə eləyək də. Deməli, ən kiçik bizdə neçədir? 2. Oldu bu 2. Bu da oldu 2. Gəldim. Bu da oldu 2. Vəssalam, bu 2-dən sonrakılar artıq içərisində ən böyük biri yoxdur. Bayaq harmonda sonuncu 6 idi, deyənə dəyişdirmişdik. Burada yoxdur. Deməli 2, 2, 2, 3, 7, 2, 5, 2. 7, 2, 5, bu da 2, D variantı. Yəni ən böyüyə ən siyahının ən kiçiyinə bərabər edir. Sadəcə diqqətli olun ki, bayaq oradakı kimi məsələ olmaz. Neçənci idi, nə bilim, 52-ci idi, nə? Demək, burada nə iş görür? Bu da elə 53-cü sualdandır da. Bu da 53-cü sualdandır. Nə edir? Yenə baxaq bura. A-da 1-ci və 4-cünün cəmi. 1-ci, 2, 3, bu da 4-cü. 4-cünün cəmi lazımdır bizə. Hesabımıza baxaq. Deməli, i vurulsun. I bizdə 1-dir təbii ki. Biriniz deyirsə 1-dir. Vurulsun. I plus 1. 1-in üstünə 1 gəldi 2. 1-i də 2-yə vuranda 2-yə yazır. 2 bölünsün. 2 bölünsün, qüvvət nəyə hesablayır? Deməli, 2 üst 2-də A-da ininci qiymət neçədir? 2-dir, 2 üst 2, o da 4. 0,5 bu.
Ondan sonra deməli dördüncü deməli 4 vurulsun. 4 plus 1 5'e. Bu da beraber neçə? 20'ye. 20 bölünsün. 5 vurulsun 5 25'e. 20'nin de 25'e böləndə neçə edir? 20'ni 25'e böləndə 5'e getsə 0,8 edir. 0,8. Deməli 0,8 və onların da bizdən cəmini istəyir. Bunların da cəmi neçə edir? 1,3. E variantı. Deməli, bu suallar necə yazdıq axı biz? Bax, eyni sualdır, eyni sual. Yəni burada birdən n idi. Burada da n yerinə 5 də elə bil ki, sanki. Niyə görə 5-dir? Çünki deməli, bildiniz də hansı sual? Baxın. 65-ci. 65-ci sual. Faktorialların cəmi idi. Burada da deməli n-in yerinə sadəcə olaraq 5-dir. Niyə görə 5-dir? Çünki dövr verib 1-dən 6-ya qədər. 6 ilə sizin işiniz yoxdur. Ən axırıncı 5-i götürəcək. Və 1-dən də başlayıb. Qalan hər bir şey eyni şeydir. Yəni gedəcək 1-in faktorialını gətirəcək, cəmləyəcək 2-nin, 3-ün və 5-in faktorialını. Yəni 1-dən 5-ə qədər ədədlərin cəminin faktorialı. 1-5 parçasında olan natural ədədlərin hansıdır? Yox, 6 adımı yox, ilk 6-nın yox. Yox, Y variantı. İlk 5 natural ədədin faktorialları cəmi. Ona görə suallara ardıcıl baxın ki, arada nəyəsə qaçırmayasınız. Deməli, burada nə edir? Deməli, Ester təzədən list hər birini dənə-dənə elədi, siyahıya yığdı. Ester sətir, sonra list elədi, hamısını dənə-dənə yığdı siyahıya. Len x minus 1. Sayı neçə idi onun? 6, 6 minus 1, 5. Bəli. Təzədən yazarım, eyb yoxdur. 5. Deməli 5 sıfırdan böyükdürmü? Bəli. Nə iş görərik biz burada? Int x-də k-nıncı, yəni məsəl üçün 5-ci. Təkdirsə, 2-yə bölündə qalıq 1-ə bərabərdirsə, təkdirsə, o zaman həmin onu sil. Təkləri siləcəyik də vəssalam. Həmin oradan təkləri silirik. 5-dən 1 çıxır 4 deyir. Nəsə də 0-a qədər gələcək. Hamısından təkləri silir. Deməli, buradan təkləri siləndə 1, 5, 3 getdi. Sildik. Ondan sonra əlimizdə nə qaldısa join edirik. Təzədən birləşdirib onu sətrə çeviririk. Deməli, 248 sətirdə. O da B variantı. 74, 74, 74. 4 ədəd daxil edilərsə, proqramın nəticəsini müəyyən edək. 4 ədəd daxil edilərsə, yenə faktorialın görürsünüz proqramıdır. 4 faktorial sizə C variantı verəcək. Artıq 3-cü sualdır bu. Durub bəyərsən bir sualda dəqiqədə bir kommentə yazmaq ki, izah şərti gedir, üstdən gedir, yeri yoxdur yəni. Ən azı birinci izaha baxmalısınız. Daha aydın olmalıdır. Çünki artıq 3 dənə sualdır ki, eyni şey. Deməli, nəysə. Baxaq buna. Burada deməli nə iş görürük? Y-nin qiyməti 5 dənədir. Bunun nağdı məsələn mən B variantı ilə C variantını atıram gedir. Nəysə yenə də baxaq. 5 dənə sətirli cavab alınacaq. Baxaq. Deməli, print I end sayıcı sağına boşluq qoyacaq. I-nin birinci qiyməti təbii ki, buradan 1 gəlibsə, 1,1 plus 1, 2. Yəni sadəcə 1 qiymət. Deməli, 1-i çap edir. Təzədən qayıdır, buradan i-nin 2 qiymət gələcək C-yə. 2 gələndə bu dəfə 2 plus 1, 3 olacaq. Yəni i-nin qiymətləri 1 və 2 olacaq. Bu dəfə deməli 1 və 2-ni çap edəcək. 3 gələcək. 3 gələndə 1, 2, 3-ü çap edəcək. Məsafəli şəkildə də yanaqlarında boşluq qoya qoya. Sonra 1, 2, 3, 4 və s. gələcək 1, 2, 3, 4 və
5'i çap edəcək ən axırda. Olacaq A variantı. Yəni Y bir gəlib, əlində 1 var və sən biri çap edir. Sağında boşluq var. Ondan sonra bu dəfə i-dən sən 2 götürüb gələndə bu 2 plus 1 3 olacaq. i-nin qiymətləri 1 və 2 olacaq. Bu dəfə 1 2-ni çap edəcək. 3 götürüb gələndə 1 2 çap edəcək. 4 götürüb gələndə 1 2 4-ü, 5 də gətirəndə 5. Cavabımız olur A variantı. Baxaq. Burada görək nə istəyir bizdən. Deməli, yenə bayaqkindən yazdıqda ikinci dəfə idi. A-ya birbaşa müraciət edirik. Əla. A-ya birbaşa müraciət edirik və götürürük yenə C-də yoxlayırıq. Əgər C-də həmin məsəl üçün götürdüyümüz hər hansı bir hərf yoxdursa, o zaman onu nə edirik? S-də cəmləyirik. Yəni yapışır, yığıla-yığıla gedir. İndi baxaq görək. Bax, F var, atıram. R var, atıram. M var, A var, atıram. Mənə nə qaldı buradan? İn, o, t, ik, inotik. O da Y variantı. 77. 77. Deməli, birdən başlayırıq. Birdən başlayırıq. Lena axıra qədər. Axıra qədər nə iş görür? İndeks tək özü cüt olanların sayını. Başda onsuz da sıfırdır, P-də 0. İndeks tək özü cüt olanların sayını, indeksi cüt özü tək olanların isə cəmi. Əfsiyə də baxaq. Deməli, indeksi tək olanlara bir dənə baxaq. 1, 3, 5, bu da 7. Və özü cüt olsun. Bu, de bu. Deməli, buradan bizə nə çıxdı? 2. Cəmi 2 dənə element var. 2. Yəni, təmizləyək. Gəlifə baxaq. Demək, nə istəyirdi? İndeks cüt olsun, özü isə tək olsun. Deməli, 0, 2, 4, 6, bu da 8. Özü isə tək. 1, 5, bir də 7. Bu da 6 plus 7, 13. Elə cavab yoxdur, 2, 13. Nəysə filan. İndeks cüt, özü tək, cəmi. 2, 3, 4, 5, 6. Nəysə görə bilmirəm yoxsa. Nə oldu? Yenə başım dondu mənim. İndeks cüt, qardaş, hə? 0, 1, 2, 4, 5, 6, 7, bu da 8. Üzrlü sayın. Biz axı buradan sağa baxırdıq. Buna baxmamalıydıq. Siz deyəlim. Hə, deməli. Yaxşı ki, onun cavabı yox. Deməli, buradan da deməli bizə nə qaldı? 5 ilə 7. 5 ilə də 7-nin cəmi bizə verir 12. Yenə çaşıb 12 yazıram. 12. 2 və 12. Cavabımız A variantı. Olur eləsinə şeylər. Deməli 78. 78. Suallar təkrar gəlir. Baxın 78 də bayaqkına oxşuyur. Oxşamır, elə imenin özüdür. Deməli, lista yenə dənə-dənə yığdıq bunu siyahıya. Sıfırdan Lena, bütün hamısına baxacağıq. Birləri sıfır edirik. Elsə gəldik, sıfırları 1 edirik. Və digərlərdəki içində boş silinir gedir. Ən axırdakı join edib birləşdirəcək. Məsələn, deməli, sıfırlar, birlər 0, sıfırlar isə 1. 1, 0, bu da 1. Deməli, 0, 1, 1, 3 dənə 0, 1, 0, 0, bu da 1. Bu da haradadır? D variantı. Cəni müəyyən edin, baxaq. Demək, bizdə funksiyada müəyyən bir hesab gedir. Hesab gedir.
Belə deyək də, R bərabərdir, baxın. R bərabərdir F A-ya. A bizdə nəticədir? -7. Düzdürmü? -7. Əla, əla. İndi A-nı həm də bura qoyduq. -7-dən B plus 1 neçə? 9 plus 1 10. Yəni 10-la işimiz yoxdur. 9-a qədər də belə deyək. Yaxşı olmadı. -7-dən 9-a qədər. Baxın bu qiymətlər. Bu qiymətlərdə nə edir? FT, yəni T buradan qiymət alır dövrdən. -7-ni götürür, gedir funksiyaya. İndi bura baxacaq hesab. Və yoxlayır kiçikdirmi R-dən. R-də bir dəfə F A ilə getmişdi. Yəni -7 ilə onsuz da getmişdi. Deməli, ümumiyyətcə o F-ə gedən ki qiymətlər var. O qiymətləri yoxlayır. Hansılar ki kiçik olsa, ən kiçik olsa daha doğrusu içlərində hansı ki ən kiçik oldu, o zaman M-i bərabər edir həmin T-yə, yəni buradan gedən qiymətə. Yəni T-nin hansı qiymətində? Buradakı ifadənin qiyməti ən kiçik olacaq. Aydındır, T-nin hansı qiymətində? Buradakı ifadənin qiyməti ən kiçik olacaq. Həmin T-ni götürür M özünə, böyük M-də. Onsuz da başqa M yoxdur, nəsə. Axırda cəmləyəcək R. R isə o ifadədən gələn cavabı da, yəni qiyməti. Buradan çıxan cavab hər nədirsə, onu götürür özünə. R onu götürür. M-dəki ora gedən T-ni götürür. Və onların da cəmi istəyir bizdən. Əla, indi deməli, burada siz görürsünüz -7-dən 9-a qədər aralıqda qiymətlər var. İndi misala baxanda isə, bu x-in kvadratıdır, düzdür, bura görsən ki, x-in kvadratıdır. Burada da 64 var, düzdürmü? 8-in kvadratı sizə verir 64. 64-dən 64 çıxanda sizə 0 verir, düzdür? Aha, indi 0-ın kvadratı ilə 0-dır, 0 2-yə vuranda da 0-dır. Yəni sizin bura 8-dən başqa elə bir qiymətiniz yoxdur ki, gələ və sizə bundan kiçik qiymət verək. Yəni 8-in verdiyindən kiçik qiymət verək. Ən kiçik elə 8 verəcəkdir. Çünki buradan 0 alırsan, sən 0-ı da buradan 0 elədi. Bura ümumi şəkildə 0-ın da üstünə 17 gəldi. Buradan 17 çıxdı. Qalan hansını istəsəz, yəni yoxlaya bilərsiniz. 9 ilə gəlsiniz 81 minus 64 böyük ədəd alınır. Yəni hər nəsədə də ədəd alınır. Qalaq mənfidən də alsaz kvadratı müsbət edəcək. Yəni 0 eləyəcək, başqa qiymət yoxdur. Vəssalam, deməli MT-ni alır, yəni 8 alır. R də 17-ni alır oradan gələn qiymət. Bunların da cəmi bizə neçə verir? Neçə də 25. Cavabımız olur nə? D variantı. Da belə nəticəni müəyyən edək. Burada nə iş görürük? Bir dənə baxaq. Deməli, nə edir? Bax, bu heç də bu while i böyükdürsə 0-dan. Baxın, birbaşa götürür əksərdən ədədləri. Düzdür, hər dəfə ədədləri götürür. Gəlir ona bölür, qalığını götürür. Tam hissəsini götürür və S-də onları cəmləyir. Yəni ədədin rəqəmlərinin cəmini tapır. Düzdür? Əla. İndi bunu bildiksə, o zaman biz bir dənə ədədin rəqəmlərinin cəmini yəni qeyd edək, sonra davam edək. Biz ədədin rəqəmlərinin cəmini qeyd edək. Deməli 345-dən bizə neçə çıxır? 9 12 12. Ondan sonra 98-dən çıxdı 17 6 2 8. Oradan çıxdı deməli 6 2 8. Sonra deməli çıxdı 11 18. Axırıncı da neçə elədi? 317. Düz hesabladımsa, hə, hansında səhv eləmədimsə, nəysə. Düz olar. Hə, indi nə istəyir? Deyir ki, C.app'ində də S. Yəni bir dənəsinin cəmini tapandan sonra həmin o 12-ni almısansa, 12-ni C siyahısına yığdın. C də boş bir siyahıdır, yəni. 12-ni atmısan, 17-ni atmısan və s. ədədlərin hamısını yığmısan həmin o C siyahısına. Əla. Sonra nə deyir? D bərabər olsun max C-yə. Max C bizdə neçədir? 18-dir. D bərabər oldu 18-ə. F bərabər olsun. Burada nə iş görür? C nöqtə indeksdir. C nöqtə indeksdir. C-də 18-in indeksi 0, 1, 2, 3 və 4. Bizə qaytardı 4. F bərabər oldu nəyə? 4-ə.
Təzədəndən deyir ki, A-da da dördüncünü tap. Dördüncünü tap. Yəni şeydə neçə eləyir o da? 0, 1, 2, 3, 4, 567. Deməli 0, 1, 2, 3, bu da dördüncü 567 tap. Aydındır. Yəni biraz şeydir, nəysə uzunçu misal oldu, amma normaldır. Buradan içəridən maksı götürdünüz, həmin maksın indeksini tapdınız, təzələnən də o indeksdən gəlsiz A siyahısında dördüncü indeksi tapırsınız ki, hansıdır? O da 567 deyir. Bu gəlib elə eyni alınır. Haradasa nəsə görmək olurmu tez? Yox, onu demək olmaz da əvvəlcədən. Ola bilər ki, başqasının böyük verərdi. Nəysə, təsadüfən yəni oldu. Burada ən böyük bununki də elə 4 alınır. Nəysə, ola bilərdi fərqli də alınır. A variantı. 81. Deməli, burada nə istəyir bizdən? 81. Əvvəlcə 2 dənə funksiyamız var bizim, düzdürmü? Yəni, diqqətli şəkildə baxaq. Baxın, res 8,5. Res funksiyası buradadır. Görür ki, x minus y deyir. 8-dən 5 çıxanda 3 verdi mənə. 3-ü qaytardı mənə. Düzdür, 3-ü yazdıq yerinə. Əla. İndi bir dənə də buna baxaq biz. Ondan sonra da bura baxacaq. Mötərizələrdə diqqətli olursun. 2, 4, 5 ilə mən gəlirəm yuxarı. Buraya. 2 üstünə 4 gələndə 6 vurulsun 5, mənə verdi 30. Yəni buradan da 30 gəldi. İndi növbətdə funksiya gedəndə 30, deməli 3 burada özündədir. Bir dənə də buradan 3 almışıq. Bunlarla qalxırıq bir dəfə yuxarı. Bunlarla da qalxanda deməli x-in qiyməti 30 olur, y-in 3 olur, z-in də 3 olur. Bu elədi neçə? 33, 33-də 3-ə vuranda 99. Elədi A variantı. Burada nə iş görürsən, burada nə iş görürsən. Deməli F104. Əvvəlcə bunu götürək, bir dənə gedək yuxarı. 1, 0, bir də 4. A böyükdür B-dən deyirik bəli. C böyükdür B-dən deyirik bəli. Ənddir, da elifə düşməyəcəyik. Üçünün cəmini geri qaytar, yəni 5 qaytar. Buradan 5 qaytar. Əla, deyirəm ki, F2, yaxşı yazmadıq. F2 bərabərdir 4, 5 və 7. F2 indi bunu axtarırıq. Bir dəfə gəlirik bura, F2 funksiyamıza. Burada nə istəyir? A plus B vurulsun C. Deməli, B bizdə neçədir? 5-dir. A, B, bu da C. 5-i 7-yə vuranda 35, üstünə də 4-ü gələndə 39. Cavabınız D variantı. 83, 83, 83 yazılmış proqramın nəticəsini müəyyən edin. 1-dən 5-ə qədər, yəni 5-dən işiniz yoxdur, 4-ə qədər. F-dən nə gəlsə onu cəmləyirsiniz M-də, M-də 0-dır. Bir yəni bu hesaba baxırsınız, sürətli şəkildə gedirsiniz. 1-dir, 2-dir, 3-dür, 4-dinin qiymətləri. 2-yə vurub üstünə 3 gəlirik. 2-yə vurub üstünə 3 gəlirik. 2-yə vurub üstünə 3 gəlirik. Bəssan. Demək 2-yə vuranda eləyir 2, üstünə 3 gələndə eləyir 5. 2-yə vuranda 4, üstünə 3 gələndə 7. 2-yə vuranda 6, üstünə 3 gələndə 9. 8, üstünə 3 gələndə 11. Nə deyir? Hə, bunların da cəmi də 9, 11 deməli 20. Bu da neçədir? 12. 20 də üstünə 12 gələndə 32. Cavabımız C variantı. 84. Deməli. Nəysə, yenə bayaqçındandır. Hamısına baxırıq. İndeksi tək. Özü də tək. Olanların sayı. Əla, bir dənə buna baxaq. İndeksi tək, özü də tək olanların sayı. 1, 3, 5, bu da 7. İndeksi tək, özü də tək. Budur, budur, bir də budur. 3 dənədir. Bu elədir 3. Bu hazır. İkincidə nə istəyir? İndeksi cüt. Bir dənə bunu təmizləyək. İndeks cüt deməz. Burada neçədən başlayıb? 0-dan. Buna diqqətli olaq. Bayaqlar burada səhv eləmişdim. Burada 1-dən başlayır, buradan 0-dan başlayır. Deməli, cüt olanlar 1, 2, 5, 6.
Əla, mənə bunlar lazımdır. Bunların içində nə istəyir? 3-ə bölünənlər. 3-ə bölünənlər budur, budur. 2 dənə. Bunların da nəyini tapırıq cəmini? 9-un üstünə 6 gələndə 15. Deməli, C-dən üstü çıxdı, S-dən də 15. 3 və 15 D variantı. Keçdik 85-ə. 85-də nə istəyir? Len N hamısını saydı, gətirdi, qoydu dövrə. N-də i-ninci sıfırdan kiçikdirsə, vəssalam, onların indekslərini çap elə. Yəni, bir-bir baxır, hansı ki mənfidir, mənfilərin indeksini çap edəcək. 0, 1, 2, 3, 4, 5, 6, bu da 7-ci. 1, 5 və 7 A variantı. Burada nə iş görürsün? Nəticəsini müəyyən edin, baxaq ki, nə iş görür. Deməli, siyahıya birbaşa müraciət var. Əla. Əla. Funksiyadan hansı sıfırdan fərqli qiymətlə qayıtsa, hansı sıfırdan fərqli qiymətlə qayıtsa, deyir if sıfırdan fərqli qiymətlə qayıtsa, o zaman B siyahısına nəyə əlavə edirik? Ədədin özündən o funksiyadan gəldiyi qiymətə çıxacaq. Yəni, buradan hansı ədəd atıram, məsəl üçün 321. Funksiyadan sıfırdan fərqli bir qiymət qaytarsa, 321-dən həmin o qiymətə çıxacaq, məsəl üçün A qiymət. Və onda B siyahısını əlavə edəcək, B də boşdur. Vəssalam, indi bir dənə funksiya baxaq, görək funksiya nə iş görür. Ondan sonra sürətli şəkildə hər birinin üstündə qeyd edərik. Deməli, funksiya nə deyir? Deyir ki, ona böl, son rəqəmini götür, yəni qalıq son rəqəmini götür. Ona 100-ə böl, tam hissəni götür, yəni ilk rəqəmi. Yəni, son və ilk rəqəmin cəmini 5-dən böyük olsun, eyni zamanda nə olsun? Tək olsun. Son və ilk rəqəmin cəmi 5-dən böyük olsun, eyni zamanda da tək olsun. Yəni, 2-yə böləndə qalıq 0-dan fərqli olsun. O zaman new-nu qaytarır, yəni özünü qaytarır, cəmi qaytarır. Əks halda 0 qaytaracaq. Əla, deməli, 1-in üstünə 6 gələndə 7, 7-in üstünə 2 gəldik, 9, 11, 4, 13, burada 14. Hamısı onsuz da 5-dən böyükdür, yəni bu sol tərəf ödənir. Sağ tərəfə baxırıq, bizə nə lazımdır? Təklər. Təklər lazımdırsa o zaman qarəliyək, cütlərlə bizim bir işimiz yoxdur. Belə, çünki cütlər 0 qaytarır, lazım deyil bizə. Bizə 0-dan fərqlər lazımdır. Əla, burada da deməli 136-dan 7 çıxacaq, 712-dən 9 çıxacaq, 279-dan 11, 459-dan da 13 çıxacaq. O da neçə edir? 4 dənə 129, 703, 268 və 446 cavabımız edir. C variantı. 87. Bəlkə bura qədər bir dəfə yüklüyüm. Buradan sonrasında bir dəfə yükləyərəm. Məncələsinə daha yaxşı olar. Hə, variantlar bir gəlsin, variantsızlar da bir. Belə, izlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Buradan sonra neçəsi qalıb? Neçəsini elədik indi biz? 86-ya qədər. 100... 126. Nəysə, bundan sonrasında bir video çəkərəm. Qısa izləyin ki, siz də yorulmayın, mən də yorulmayın. Belə, fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Əsasən də ki, abunə olmayıb izləyənlər kanalımıza abunə olmağı unutmasınlar. Hələlik.